Herkes salam uşaqlar, necəsiniz, nə var, nə yoxum deyirəm ki, yaxşısınız. Bugün sizlərlə birlikdə uşaqlar mükəmməl bir video ilə qarşınızdayım. İnşallah bugünkü videomuzda nə edəcəyik? Donan, kasan, bütün telefonların kasmasını, donmasını azaltmağa çalışacağıq. İstənilən telefonların az isinməsinə çalışacağıq. Yəni yaydır, bilirsiniz ki, yəni artıq telefonların işləmcisi falan çox yorulur. Yəni prosessorlar falan çox yorulur və oyunda kasmalar, donmalar verir, FPS düşüşlər yaşayırsınız. Bugün yəni yüksək FPS olmasa da, yəni bacardığımız qədər sizin telefonlarınızın kasmasını, donmasını azaltmağa çalışacağıq. İnşallah kasma donma eyni şeydir təbii ki də. Yəni bacardığımız qədər, yəni nə qədər əlimizdən gəlirsə, yəni azaldacağam bugünkü videomuzda. Video keçməzdən axıra qədər izləyə bilərsiniz. İnşallah sizdən tək bir xahişim bu videoya like atıb abunə olmaqdır. Yəni başqa heç bir şeyim yoxdur. Yəni bir dənə like atsaz, abunə olsaz mənim üçün bəs eləyir. Sizlər üçün belə gözəl videolar çəkməyə davam edəcəm təbii ki də. İnşallah səsim yaxşı gələr. Bilmirəm necə gələcək. İndi inşallah yavaş-yavaş keçək oyun içi ayarlarımızdan başa salmağa. Niyə bu arada 4-lü qrupdayım? Ona görə burada Rabistek qabiliyyəti bağlamışam. Çünki zart-zart istəklər gəlir, ona görə bağlamışam. Bu arada keçməzdən əvvəl inşallah klanımız var. Klanımıza gəlmək istəyənlər görürsünüz 9 nəfər var. Hələ ki tam kasılmayıb klan. 2 səviyyədir. Az-az artırmağa çalışacağıq. Haydisini yenə də deyirəm, yorumlara qoyacağam və yaxud açıqlama qisminə hansına olsa qoyacağam. Girib oradan yazıb və yaxud belə buradan dayandırıb məsələn yazıb klanımıza gələ bilərsiniz. Old But Gold klandır. Yəni nəysə. Dediyim kimi inşallah sadəcə video keçməzdən əvvəl nağarısınız, like atsınız, abunə olursunuz. Və bu qədər. İstəsəz də şərh yazarsınız, yəni və yaxud dostlarınızla paylaşa bilərsiniz. Bu artıq sizə qalmış bir şeydir. Məsələn, videoda çatışmazlıq bir şey varsa, onu təbii ki yorumlarda bildirsəz yaxşı olar. Belə kvalitetimizi artırmağa çalışacağıq. İlk növbədə uşaqlar, başlayırıq ayarlardan. Gəlirik ayarlara. Gəldik buradan ayarlarımıza. İlk növbədə başlayırıq hardan? Qrafiklər qismindən. Qrafiklərə gələndə görürsünüz ki, indi burada max var, akıcı var, standart var, ultra var. Telefonunuz kasırsa bunu heç fikirləşmədən atırsınız akıcıya. Yəni telefonunuzu bir nevi deyim rahatlatmağa başlayır akıcıya tollanıqda. Burada görürsünüz kolleksiyon, özəl kolleksiyon effektləri var. Bu açıq var, kapalı var. Bunu təbii ki kapalıda saxlayırsınız. Nə qədər yadınızda saxlayın, nə qədər oyun içi partikellər, effektlər azaltsaz, o qədər telefonunuzun kasması azalacaq yəni. İlk məhz azalacaq. Təbii ki indi bunu deyim ki, oyunda biz ki maksimum 60 FPS dəstəkləyir Free Fire. Mobil üzrə bilmirəm, kompüter üzrə necədir, yalan deyərəm. Oyun üzrə mən bildiyim qədərilə maksimum 60 FPS-də, o da yüksəkdə alır onu da. Ona görə də uşaqlar, yəni burada normal, gəlişmiş və yüksək var təbii ki də. Buradan telefonunuz kasırsa məcburən alacağınız uşaqlar gelişmiş ola bilər. Gelişmişdə də kasırsa məcburən atırsınız telefonunuzu normala. Yəni normal dediyimiz nə olur? 30 FPS. 30 FPS olsun, amma telefonunuz kasmasın. Ən azından başrahat bir şəkildə dərəcənizi falan kasın. Bu şəkildə oynamağa çalışın. Yəni məndən demək, yüksəyə atsaz 60 FPS-də artıq telefonlar başlayır kasmağa. Bu yəni biraz telefonunuz normal olmalıdır və ya güclü olmalıdır deyim. Bu kasma verir çünki 60 FPS. Yəni ən pis ehtimal belə gelişmişə tollayın, kasmırsa belə, yəni normal orada ən azından çox arada bir ilişirsə falan gelişmişə tollayın, 45 FPS falan oynaya bilərsiniz bu şəkildə. Yəni də deyirəm, çox pis kasırsa da tulluyorsunuz normala, 30 FPS şəkildə oyununuzu oynuyorsunuz, işinizə məşğul olursunuz təbii ki də. Yəni mən prosto indi qrafikləri yüksəyə alacağam çünki videodayım. Təbii ki nə qədər kaliteli olsa o qədər yaxşıdır. Burada yəni bunlar heç yüksək çözünürlük falan, bunlar hamısı məndə açıq olmalıdır çünki məcburən videodayım dediyim kimi. Uşaqlar, geri qayıtdım. İndi qaldığımız yerdən davam edirik. Deməli, burada gəlirsiniz uşaqlar, görürsünüz HD dokular var. Bunu kapalı edirsiniz. Görsel effektlər var, kapalı edirsiniz. Çentikli ekran var, buna dəymirik. Yəni mən özüm belə öyrəşmişəm, bilmirəm tam nə olur. Yəni yalan deyərəm. Məncə xaritada deyəsən biraz oynama fərq eləyir. Məncə toxunmasaz yaxşıdır. Öyrəşdiyiniz kimi qalsın. Burada lobby stili var. Bunu klassikə tolluyorsunuz. Kendi lobbin görüntülə bunu kapalıya tolluyorsunuz. Takım liderinin lobbisinin görüntülərə bunu kapalıya tolluyorsunuz. Lobbydə jiroskop etici bunu da kapalıya tolluyorsunuz. Nə qədər olmasa da fərq eləyir. Sonra qaldığımız yerdən davam edirik. İndi harada qalmışdıq? Burada görürsünüz kayd ediliyor var. Buraya gəlirsiniz.
Əgər yəni sizlərə vuruşlar falan lazım deyilsə, yəni YouTuberla və ya TikTokla və ya başqa bir hansısa platforma ilə, yəni vuruş çıxardıb orada paylaşmırsınızsa, məşğul olmusunuzsa elə işlərlə. Buradakı kayıtları təbii ki də kapalı saxlamalısınız. Məndən sizə tavsiyə, çünki çox fərq eləyir. Yəni fərq eləyir. Kim desə ki, kasmır, amma mən özüm fikir vermişəm ki, fərq eləyir də, yəni. Ona görə məcburən bunları kapatmalısınız. Məsələn, təkrar oynatma ayarı kapalı, sərbəst kayıt ayarları kapalı, səs kaydı kapalı. Burada kaydet için otomatik izin istəyir, bunun kapalı. Bir də görüntü kalitesi düşük, orta, yüksək var. Yəni onsuz bu bağlıdır. Yəni bunu tərsir olmur. Bir də yüksək tulladım. Heç bir mənası olmur. Yəni də düşüyə tulladım. Məndə düşdə də dururdu. Sonra bir dənə burada internet var, başqa bir şeylərlə də əlaqəli sizə bildirəcəyim şeylər var. Gəlirsiniz matçında, buradan gəlirsiniz hardaydı? Bilgi idi, səhv eləmirəmsə. Aha. Burada nişangah türləri var. Bu hansına ölçəksəz o yaxşıdır və ona yəni toxunmursunuz. Amma burada görürsüz hasar göstəricisi var. Bu klassik var, yeni var. Klassikə tullasaz, yəni bir nevi də olsa telefonunuzda, yəni kasmada, donmada azaldacaq və yaxud daha rahat baş ata biləcəksiniz, daha rahat kafa atacaqsınız. Yəni bu da təbii ki ölçəşməkdən əlavə burada bir tık daha, yəni particle məsələsi var. Ona görə yəni burada məsələn daha necə deyim, əziyyətli görsədir də, yəni daha çox işləmcinizdə iş düşür, amma burada bir nəvi daha az iş düşür, çünki particle daha azdır. Ona görə bunu da tulluyorsunuz klassikə, məcburən məndə yenidə durur. Sonra vurma, yaralama effektləri var. Burada klassik var, koyu var, kan görsənməsin var. Yəni bunu da seçə bilirsiniz. Burada da məndən sizə tavsiyə koyu falandır. Yəni bu CMYK-dan uzaq, daha düzü RGB-dən uzaq durun, yəni rəngli sistemdən uzaq durun. Bacardığınız qədər monoxrom, yəni ağ-qaradan istifadə edin. Belə deyim də. Sonra bunların heç nə başını buraxır, akıllı mesaj yönəlləri, məsələn bu kapalı elə, bu mənasız bir şeydir. Takım arkadaşının takımı, bunlar heç nə daha o qədər də vacib bir şey deyil. Gəldik başqa hardaydı, bir dənə internet haqqında nə edirsiniz? Burada ağ ayarı var. Bunu kapalı ola bilər sizdə. Bunu açığa tullasaz, yəni mənim deneyimlərimə görə deyirəm, ağınız daha stabil işləyir. Yəni internetiniz daha bir nəvi stabil olur. Yəni normaldan, yəni necə deyim, normalda deyək 70-ə düşür, 50-yə düşür, 100-ə qalxırsa, bunda məsələn daha çox 70 ərəfələrdə durur və ya 100-də stabil durur. Çox oynayıb, yəni çox düşüb qalxmır da. Düşüb qalxdıqsa da bilirsiniz ki, kasma donma yaradır. Yəni bunu da demək istəyirdim sizlərə. Oyun içi elə biləcək yəni şeylərdən dedim. Bir də yadımdan çıxmamış indirmə qismindəkini deyək. Uşaqlar, indirmə qismində görürsünüz məndə məsələn 1170 MB bir şeylər indirilib. Məsələn, oyun avtomatik indirmə sistemi var. Bilirsiniz ki, akıllı indirmə deyə bir şey var oyunda. Bu da sonralardan gəldi. Otomatik olaraq özü oyun indirir. Siz dayandırırsınız, yenə oyuna girib çıxanda görürsünüz indirir. Gözləyin uşaqlar, məsələn bir neçə megabayta qədər, deyək 400-ə qədər yığıb indirəsin, dayandırın, sonra girin çıxın. Görərsiniz məsələn davam eləyir və yaxud nəsə. Bu da sizin kasanızdan təbii ki asılı olan bir şeydir. Daha çox paltarınız varsa təbii ki həm telefonunuz daha çox kasacaq, həm də indirmə bir o qədər çox davam eləyəcək. Məsələn, deyək sizdə 400 megabayta qədər davam elədi. Ondan sonra dayandırdınız, çıxıb girəndən sonra gördünüz endirilmir. Yəni həmin o nöqtədə artıq saxlayın. Daha yəni dediyim kimi bir dəqiqədən bir yəni silib tullamayın. Yəni qayıdıb özü yəni endirəcək. Bu da oyun içərisində siz oyun oynarkən endirilərsə, bu da yəni bir nəvi həm internetinizə təsir eləyir, həm telefonunuzun işləmcisini zora salır. Yəni həm yer gedir, yer yaddaş olur da bir nəvi belə bir şey deyim. Ona görə bir də burada ayarlar qismi var. Burada məsələn otomatik temile deyə bir şey var. Onu kapalı edirsiniz. Burada oto endirmə var yuxarıda, onu da tam edirsiniz, onayla deyirsiniz və salam. Yəni dediyim bu qədər idi. Yəni silinib təzədən yüklənəcək. Yəni siz silsəz belə yenidən yüklənməyə davam eləyəcək. Bu da oyun içərisində sizlərə kasma donma yarada biləcək bir şeylərdir. Oyun içərisindən olanlar bu qədər idi. İndi keçək ayarlar qismindən göstərəcəyim bir neçə bir şey var. Bu arada bunun yəni çox türlü yollar var. Onların hamısını part 2, part 3 olaraq falan göndərməyi düşünürəm. Təbii ki bu videoya gözəl like atsanız, abunə olarsanız, yəni bu videoya yaxşı görüntüləmə gəlsə, belə deyim, videoyu keçməzdən axıra qədər izləsəz yaxşı olar. Yəni mənim bu dəqiqə ən böyük ehtiyacım olan şey videoyu keçməzdən axıra qədər izləmək, abunə və like-dir. Yəni bunu da sizlərdən çox bir gözəl şəkildə gözləyirəm.
bilin ki, əlinizdən gələni eləmək istəsəz, çox qəşəng bir şəkildə hətta bu videoyu, yəni keşfətə də sala bilərik də. Demirəm 100 min, 200 min izlədərik. Yəni 1-2K'ya doğru apara bilərik. Təbii ki, siz istəyirsiniz. Nəysə, keçək çox uzatmadan ayarlar qismindən göstərəcəklərimə. Dayandırıb da. Uşaqlar, gəldik. Gördüyünüz kimi indi telefonun öz içərisindəyik. Buradan gələk ayarlarımıza daxil olaq. Bir dəqiqə ayarlara daxil olmamışdan əvvəl, yəni bildirmək istədiyim, telefonunuzda lazımsız şəkil, video falan nə varsa, yəni dediyim kimi bunları silsəz, yəni telefonunuzda o qədər həm nə qədər yer açıq olsa, o sizin bir o qədər xeyrinizədir. Məsələn, oyun içərisində endirilən şeylərə də bir o qədər çox megabayt yeriniz olacaq, bunu deyim. Ondan əlavə keçirsiniz, məsələn, YouTube-dur. YouTube-a belə bir dəfə basa saxlayırsınız. Məsələn, gündəlik çox YouTube izləyirsə. Məsələn, buradan uygulama bilgisidir. Məndə sizdə məsələn Samsung falansa yuxarıda i şəkil falan olacaq. İyə basarsınız, girə bilərsiniz. Burada depolama qismi var. Buna bir dəfə tıklayırsınız. Buradan veriləri təmizləyə də basıb tüm veriləri təmizləyə də basa bilərsiniz. Tüm veriləri təmizləyə bassaz, səhv eləmirəmsə, axtarış falan yerinizdə gedir. Ön belləyi təmizləyə də bassaz, məsələn, burada öz ön bellək məsələn 0.94 GB göstərir. Ori kompleks sizə silib sizə hardasa demək olar ki, 1 GB boş yer verir. İndi hamıda belə olmaya bilər. Məndən az deyə bilərsiniz. Məndən hesab müddətdir belə endirilib, yığılıbdır. Mən özüm sözüm düzü silmirəm, çünki arxa plandan falan çoxlu istifadə edirəm da YouTube-da. Hə, bunu da dediyim kimi, yəni TikTok'lar da ola bilər. TikTok çox işlətmirsinizsə, məsələn, telefonunuzda TikTok varsa silin getsin. Əgər editlə falan məşğul olanlarınız varsa, təbii ki də bunu tez-tez, məsələn, InShot'dur məndə, InShot, CapCut, bir çox proqramlar var. HiPic falan istifadə edirəm. Bunu tezdən məsələn ön belləyini və yaxud tüm verilərini falan silə bilərsiniz. Yəni bir o qədər telefonunuzu yüngülləşdirib proqramın istifadəsini həmçinin. Gəldi indi ayarlar qisminə. Uşaqlar, gəlirsiniz belə ayarlardan görürsünüz ekran qismi var burada. Ekran qisminə bir dəfə toxunursunuz. Burada iki cür mod var. İşıq modu və qaranlıq mod. Buradan seçəcəyiniz mod qaranlıq moddur. Öyrəşəndən sonra təbii ki sizlərə çox belə şey eləməyəcək. Bunun artısı nədir? Sizlərin zaryadkası, telefonunuzun zaryadkasını daha az istifadə edir və bir o qədər, yəni pilinizi ömürlük uzadır deyəm, belə deyim. Zaryadka çünki nə qədər az getsə o qədər yaxşıdır. Çünki o qədər telefonunuza az zaryadka qoyarsınız. Yəni qısa bir düz mantıq bir şeydir. Sonra aşağı düşürsünüz, uşaqlar, parlaqlıq düzeyi deyə bir şey var. Buraya daxil olduq. İndi məndə Xiaomi'dir. Bilmirəm sizdə telefonlar falan hamısında yəni eyni yerdə olacaq. Amma prosu biraz adları falan fərqli ola bilər təbii ki də. Parlaqlıq düzeyi indi oyuna girəndə falan onsuz düzəldirsiniz, bu heç. Oralara gələcəm təbii ki də ən sonda. Burada otomatik parlaqlıq var. Bunu təbii ki də açıqdırsa bağlayırsınız. Bu avtomatik, yəni açılıb bağlanma söhbətini yığışdırırsınız. Çünki bunu da yenə deyirəm, ən sonda videonun çıxmazdan əvvəl danışacağam bu haqqda da. Və günəş işıq modu falan bu indi açıq da saxlaya bilərsiniz. Sonra ikinci gələcəyimiz yer haradır? Telefonunuzda əgər gelişdirici seçənəkləri açılıbsa, yəni açılmayıbsa da açmağı tövsiyə edirəm, amma bəzi telefonları yəni qarışmıram. Gedin birinci araşdırın, bəzi şey sizin telefonunuzda gelişdirici seçənəkləri açsaz, telefon ola bilər reboot moda düşə bilər. Bunda mənlik heç bir şey yoxdur. Mən heç bir şeyə cavabdeh deyiləm. Yəni qorxutmaq kimi olmasın. 90%-də düşmür. Yəni bəzi red telefonlarda falan düşür. Məsələn, Redmi S2-də falan mən yoxlamışdım o vaxtı. Yəni düşmüşdü. Telefon reboot moda düşmüşdü. O da məcburən faktor reset istəyir. Ondan sonra da telefonda nə var, nə yox gedir. Yəni təmiz, yəni necə deyim, fabrikadan çıxış formasına qayıdır telefon. Bütün içərisində nə var, şəkil, video falan hər şey silinir. Yalnız ilk dəfə gələndə necə idisə, yəni həmin proqramlarla falan qayıdır telefon, belə deyim. Sonra uşaqlar, gəlirsiniz buraya. Yəni dediyim gelişdirici seçənəklər qisminə gəlirsiniz. Məsələn, məndə Xiaomi olduğu üçün, Redmi olduğu üçün telefon. Ek ayarlara daxil oluram. Buradan aşağı düşürəm və gelişdirici seçənəklər deyirəm. Dəqiq telefon kayıtdadırmı? Hə, pausda falan. Nəysə. Buradan uşaqlar gelişdirici seçənəklərdən aşağı düşürük. Biraz aşağı düşürük. Baxım, sistemə ehtiyac yoxdur. Bunu deməyəcəm hələ ki. Aşağı düşək biraz. İlk deyəcəyim şey nədir uşaqlar? Keçiş animasiya. Yəni telefondakı bütün animasiyaları animasyon kapalı eləyirsiniz. Yəni 5x falan, yəni bu belə bir şeylər falan qoymursunuz. Yəni nə qədər animasiya aşağı qoysaz, bu sizin gündəlik istifadədə belə yansıyacaq bir şey olacaq ki, telefonunuz sürətlənibdir. Yəni bunu deyim ki, takılma falan çox az bir şəkildə olacaq. Yəni azaldır da bir növ. Yəni məsələn, buradan mən bir dəfə geri çıxıram falan, bu artıq
saniyə ilə olmayacaq. Avtomatik basan kimi çıxacaq. Bu da yəni telefonunuzun kasmasının, donmasını bir nevi həm də azaldır və sizlərin də gözündə telefon biraz sürətlənmiş olur, belə deyim. Sonra DP qismi var. Əgər telefonunuzda DP açılıbsa, DP məsələn çox bir şey deyək 9 qoyursunuz. Məsələn bu DP dediyim şey nədir? Düyün başına düşən piksellərin sayı deməkdir. Yəni əgər telefonunuzda DP açıbsınızsa, siz bunu məsələn qoyursunuz 600-ə, məsələn bayaq 360 idi və indi 600 oldu. Yəni bu dəfə məsələn bir düymə deyək 5 piksel düşürdüsə, bu dəfə 20 piksel düşür deyək. Yəni və yaxud 1.5x falan artırsa deyək, 5 idisə deyək 7.5 dənə piksel düşür. Yəni bunu deyim. Və piksel dediyimiz də nöqtədir belə. Bu da telefonunuzun sürətli göstərməyi və yaxud oyunlarda falan sürətli olmasını yaradır. Yəni ekran daha sürətli olur. Amma yəni bunu bilmədik bir şey var ki, bunu nə qədər yüksək qoysanız işləmciniz o qədər çox gücə düşür. Yəni bunu deyim ki, bunu yüksək qoymursunuz. Telefonunuzda DP açıqsa, yəni DP ölçəşibsinizsə indi nə qara bilərik? Məcburdur oynamağınız falan DP ilə. Amma telefonunuzda DP yəni çox oynamırsa, səhərə DP-siz ölçəşməyinizi tavsiyə edirəm. Məndə məsələn ən azı deyəsən 360 yalan deyənlərə 360-a tutuyorsunuz. Telefonunuzun yəni takılma donmalarını azaldır. Düzdür belə falan keçişlərdə biraz daha hiss edirsiniz. Məsələn daha yavaş kimi gedir gəlir, kimi görsənir. Amma yəni telefonunuzun kasmasının donmasını azaldır. Oyun içində də həmçinin. Yəni belə deyim. Hə, gəldik buraya. Biraz aşağı düşdük həmin yerdən onsuz. Arka planda işlem sınırı deyə bir şey var. Buraya bir dəfə tıklayırsınız uşaqlar. Arka planda işlem sınırı qisminə tıklayırsınız. Burada əgər məsələn sizdə yazılacaq deyə arka planda ən çox məsələn 1 işlem, ən çox 2 işlem, ən çox məsələn 4 işlem və ya standart sınırda ola bilər. Burada istifadə eləməyinizi tövsiyə gördüm. Məsələn, ekran kaydı falan istifadə eləmirsiniz də. Yəni çünki ekran kaydedici məsələn arka planda işlem yoxa falan atanda ekran kaydedici yalnız kurs başlayanda avtomatik özü bağlayır. Belə bir şeylər olur. Ona görə məcburən ən az 1 və yaxud 2 işləmdə olmalıdır. Tavsiyə elədiyim uşaqlar, maksimum 1 işlem və yaxud 2 işləmdir. Yəni 2-dən o tərəfi qoymağınızı tövsiyə eləmirəm. Çünki arxa planda olan bütün proqramlar həmin vaxt artıq istifadədə olmağa başlayır. Bu da telefonunuzu çox yavaşlatmağa başlayır. Bunu ya standart sınıra alırsınız və yaxud ən çox 1 işləmə, mən standart sınıra alıram. Yəni bu da dediyim kimi yadınızda olsun. Ən böyük təsir edən şeylərdən biri bax bu arka planda standartdır və bu temadır. Sonra baxın mən başqa nə idi sizə deyəcəyim. Başqa nəsə deməli idimmi? DPI haqqında məlumat verdim sizlərə. Ekran haqqında danışdıq. Artıq keçə bilərik. Bu ayarlardan da çıxa bilərik. Telefonla oyuna girərkən eləyəcəyimiz şeylərdən danışaq biraz. Uşaqlar, oyuna girərkən nə edirsiniz? Məsələn, avtomatik girirsiniz, məsələn, bacardığınız qədər qaranlıq bir yerdə falan oturun. Bu işıq səviyyəsini nə qədər aşağı qoya bilirsinizsə, yəni görəcəyiniz bir şəkildə qoyun. Təbii ki, eləməyin ki, gözünüz də artsın. Yəni təbii ki, insan canından önəmli deyil də, belə deyim, donma, kasma. Amma yəni elə eləyin ki, məsələn, görsənəcək bir səviyyə məsələn belə qoyun, elə girin oyuna. Bunu maksimuma tullasanız telefonunuzun kasmasında böyük bir fərq eləyə bilər. Yəni çox böyük yaratmasa da, amma az belə bir şeylər yığılır və telefonunuzu kastırmağa başlayır. Ona görə yəni işığı nə qədər aşağı qoysanız həm zaryadkasına bir o qədər təsir eləyir, həm də kasmaya, donmaya bir o qədər necə deyim, kömək edir də, yəni. Sonra son olaraq deyəcəyim, yəni DPI haqqında dediyim başqa yadımdan çıxmamış. Uşaqlar, oyuna girərkən nə edirsiniz? Arxa planda yəni nə varsa silin girin. Arxa planda heç bir şey saxlamayın. Yəni çünki bayaq dediyim o arxa planda işlem yox sınırı teması falan buydu. Bir də o adaptiv parlaqlıq, yəni otomatik parlaqlığı falan da ona görə demişdim ki, yəni siz oyuna girərkən avtomatik buraya qalxıb buraya düşməsin də. Yəni bunu bir yer nöqtəyə sabitləyin və ondan da oynamağa davam edin. Onsuz gözünüz məsələn buraya örgəşəndən sonra buraya qaldırsaz sizin üçün bayram olur. Amma gözünüzü buraya örgəşdirəndən sonra buraya indiriləndə artıq sizdə pis təsir edir o işığın düşməyi. Deyəcəm, yəni arxa planda heç bir şey saxlamırsınız. Yəni bunu təbii ki, hardware tərəflərdə var bu kasma sorunlarını. Prosta mən onu indi eləməyəcəm. İndi bu haqqda məlumat verməyəcəm. Əgər bu videoya böyük dəstəklər versəniz, like atsanız, abunə olsanız, yəni yorumlarda da öz fikirlərinizi bildirsəz, yəni yaxşı izlənmə alsaq bir nəvi, yəni video keçməzdən sonuna qədər izləsəz, təbii ki də qəşəng keçim alsaq, part 2 və yaxud nədən olmasın, part 3 də ola bilər. Yəni hardware
tərəfləri bunun çox daha böyük bir kapsamlı tərəfləri də var. Oralar haqqında da ayarlarda yəni incəliklər var. Oraları da təbii ki də bəlkə informatika falan gedənlər və yaxud bilənlər ola bilər. Təbii ki də hardware tərəfini. Oraların hamısını, yəni aparat təminat tərəfini sizlərə bir sonraki şeydə part 2-də falan bu haqqda məlumat verə bilərəm. Amma gərək video yaxşı izlənsin, yaxşı bir şeylər etkiləşim alsın ən azından, yəni çəkdiyim əziyyətə görə. Çünki mən də bunu araşdırıram. Mən yəni kompüter mühəndisi deyiləm. Yəni mən də bunu araşdırıb tapıram. Məsələn, bu haqqda məlumatları mən də biraz araşdırmalıyam və bir çox, məsələn, bunların hamısını mən çox köhnə deneyimlərimə görə demişəm sizlərə. Uşaqlar, istədim bitirişi də oyunda eləyim. Yəni qısacası sizlərə deyəcəyim, yəni bu dediklərim hamısını yoxlayın. Təbii ki, özünüz də hiss eləyəcəksiniz. FPS-ində falan stabilliyi və yaxud telefonunuzun kasmasını azaltmağı. Bir də demək istədiyim odur ki, bitirməzdən əvvəl telefonunuzu çox isti saxlamayın. Telefonunuzu şarjda falan qətiyyən oyun oynamayın. Bu telefonunuzun həm pilinə ziyandır, həm telefonunuzun işləmcisinin çox böyük fanları altında. Yəni çox böyük fan olmalıdır ki, o telefon həmin məsələn bu yay günlərində yanmadan işləsin də. Yəni o işləmci çox böyük istilərə qalxır. Məsələn 45 dərəcəyə, 45 deyəmərəm, məsələn 40 dərəcələr falan qalxır. Həm bunu əlinizlə də əlinizlə də hiss eləyə bilərsiniz məsələn. Arada falan belə necə deyim, lore dildə desək, telefonu belə soyuducuya falan tullamaqda elə bir çox bir şey yoxdur. Təbii ki demirəm gedin tullayın bir 2-3 gün telefon soyuducuda qalsın, elə də yox da. Yəni tullayın 5-3 dəqiqə işləmcisini soyusa, yəni telefonda özünüzdə yəni hiss eləyəcəksiniz donma kasmanın azaldığını və ya FPS artdığını belə deyim. Yəni oyuna girməzdən əvvəl 5-10 dəqiqə soyuducuda telefon saxlasanız pis olmaz və ya soyuducu fanlarınız varsa bunları da qoşaraq istifadə edə bilərsiniz. 2 dənə varsa məsələn ikisini də qoşun, birini işləmcinin üzərinə, birini də yanına köməkçi olaraq telefonunuzu sərin saxlasın, belə deyim. Aha, uşaqlar bunu təbii ki də FPS tərəflərində istəsəz, yəni o haqqda da video çəkə bilərəm. Məsələn FPS 120-yə necə qaldırmaq olar? 120-yi indi bilmirəm, yəni tam olaraq FPS-inizi necə maksimala qaldırmaq olar? Yəni telefonunuz güclüdür, amma FPS-ini də istəyirsinizsə bir o qədər ki, güclü olsun da, yəni çox akıcı olsun oyunun. Bax bunu istəyirsinizsə o haqqda da videoyu yenə çəkə bilərəm. Bugünkü videomuz kasma, donma haqqındaydı. Yəni də FPS-in stabilliyi haqqında da biraz necə deyim, məlumat verdim. Nəysə, bu videodan bu qədər idi. Özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşmək üzrə. Like atmağı, abunə olmağı unutmayın. Videonu dostlarınızla paylaşıb onların da yararlanmağına kömək edə bilərsiniz. Sağ olun, salamat qalın. Yorumlarda görüşərik.